Oğlum sənin adın nədir? Mürşid. Mürşid. Ne gözəl oğlansan Mürşid. Mürşid bura haradır? Qarabağ. Bu Xocalı. dəqiqə hansı bölgədir bura? Bu dəqiqə durduğumuz yer haradır? Vətənimiz. Ay sənə qurban olum. Xocalı. Xocalı. Xocalı sən xoşuna gəlir? Hə. Doğrudan. Hə. Burada bax günün necə keçir Xocalıda? Nə işlə Yaxşı. məşğulsan? Evdə oturam, yazıram. Afərin. Gəzintiyə çıxırsan heç? Birdən o atamla gəlirəm işə. İşə gəlirsən. Sonra nə iş görürsən burada? Nə ilə məşğul olursan? Vaxt. Otururam burada. Aha. Elə olur bir də bax tuturam. Aha. Balıq tutmağa gedirsən. Hə. Tuta bilirsən heç? Hə. Doğrudan. Neçə dəfə tutmusan? Onlar da tuturam. Amma tutursan. Hə. Tutduğun balığı özün yeyə bilirsən? Hə. Doğrudan. Aferin sənə. Bu Xocalı haqqında məlumatın var. Əvvəllər Xocalıya gəlməmişdin. Niyə görə gələ bilmirdiniz əvvəllər Xocalıya? Onda ermənilər, onda müharibə gedirdi. Aha. Onda əsgərlərimiz aldı, sonra gəldik. Aferin, aferin. Deməli, Xocalı əvvəllər işğal altında idi, eləmi? Hə. Aha. Sevinirsən Xocalı işğaldan azad olunduğuna görə? Təkcə Xocalıda olmusan, yoxsa başqa şəhərlərdə olmusan işğaldan azad olunan? Elə olur, Xankəndinə də getmişəm, Orada Cəmilliyə də getmişəm, Əsgərlərə də getmişəm, Aferin, aferin. Cıdır düzünə də getmişəm. Xoşuna gəlib. Bundan əvvəl harda yaşayırdın? Bundan əvvəl Bakıda. Başkənddə. Başkənd harda yerləşir? Görən boydadır. Hə. Oranın burada bir fərq var. Ora yaxşıdır yoxsa bura yaxşı? Oranın havası, suyu şeydir. Amma buranın suyu da şeydir. Buranın da suyu qəşəngdir. Aha. Sən buranı çox istəyirsən yoxsa oranı çox istəyirsən? Ən çox hansını? Amma düzün. Buranı. Hə, buranı. Niyə görə buranı? Çünki bura vətənimizdir. Vətənimiz. Axı sən buranı heç vaxtı görməmisən. Gəldim, gördüm, xoşuma gəldi. Ay sənə qurban olum. Sən əməlli başlı söhbət eləməyi bilirsən. Görsən ki, sən indi bu günləri Bakıdan qonağın gəlib, tanış oldun oğlanla. Ninə zona hara getmişdiniz biraz bundan qabaq? Balıq tutduq. Aha. Sonra da Hə. oynadıq. Aha. Çağır elə o dostu görüm. Gəl. Hə. Kənan. Görsən gəlmisən bu gün hardasan ay Kənan bu günləri? Qarabağda, Xocalıda. Aha. Xoşuna gəldi Xocalı? Hə. Aha. Xocalı necə şəhərdir? Xocalı qəşəng şəhərdir. Hə. Sadəcə işğal olunub deyə binaları falan sökülüb. Aha. İndi bu dəqiqə hal-hazırda biz bir neçə şəhərdən keçdik. Haralardan? Məsələn, ilk olaraq haralardan keçdik? İlk olaraq Ağdam xoşuna gəldi sənin? hə. Necə idi Ağdam? Ağdam yaxşı yer idi. Biz oradan keçdik. Məscidə getdik. Məsciddə namaz qıldıq. Aha. Namaz qılandan sonra gəldik bura. Heç orada bir ermənilər işğal eləyəndən sonra sağlam qalmış bir ev gördün? Sağlam qalmış yox. Nə olmuşdu evlərə? Ermənilər orayı dağıtmışdı, bir də bina qalmamışdı. Aha. Bax indi bu günləri Xocalıdasan. Bax düzünü deyirəm, Xocalıda hansı hissləri keçirdin? Xoşuna gəldimi, gəlmədimi? Bax düzünü deyə ancaq. Xoşum gəldi. Mhm. Burası qəşəng yerdir. Mən balıq falan tutdum. Aha. Yəni qəşəngdir də burası. Heç xoşuna gəlməyən bir yeri oldu? Xoşuma gəlməyən yer. Düzün, dürüst danış. Mhm. Baxın, bax. Məncə yoxdur mənim baxanda. Yoxdur, hə? Hə, onda belə danışaq da. Bax, indi bu günləri biz özünə bir dost qazandım burada. Gözəl bir oğlan, gözəl bir dost. Balığa getdiniz birlikdə, gəzməyə çıxdınız, parkı gəzdiniz. Sabahları nə iş görəcəksən? Sabahları yenə gedəcəm gəzməyə. Hara məsələn? Haranı görmək istərsən? Xankəndi, Aha, Şuşa. aha. Yəni sabah işğal olunmuş yerlərə gedəcəm. Aha. Görmək istəyirəm. Hə. Aha, deməli işğaldan təmizlənmiş ərazilərə gedəcəyik sabah inşallah. Bax sən bu gün bax
bu Xocaldan məskunlaşmış, vaxtı ilə Xocaldan yəni ermənilərin işğalını görmüş, işğala məruz qalmış, soyqırım törədilmiş Xocaldan insanlar artıq geriyə axın eləyibdi. Burada məskunlaşmış deyil, bura onların artıq doğma vətənidir. Doğma vətənə köçüblər. Görsən dostun, qardaşın, görsən nə deyir? Deyir ki, bura vətəndir, mən buranı çox sevdim. Bura vətəndir. Sənə görə də bura vətəndirmi? Hə. Nəyə görə? Deyim var, Qarabağ Azərbaycandır. Aha. Məsələn, sən də istəyərdin burada yaşayasan həmişəlik. Həmişəlik, hə. Yaşamaq istəyirəm. Onda sənə qoyacam burada qalarsan, mən gedəcəm. Denə gəl xalam deyir. Hə. Sən də istəyərdin Kənan burada səninlə qalsın. Hı? Neynəyəcəksiniz? Tutaq ki, bax Kənan qalıb burada səninlə. Neynəyərdiniz? Məsələn, qalmısınız ki, burada. Balıq tutardı, oynayardıq, Aha. oynayardıq, gəzərdik, parka gələrdik. Aha. Sən neynəyərdin? Elə onu dedilər. Denə alınmış bütün Hə. xəbərlərin hamısını gəl. Yaxşı, indi bax bu günləri Xocalıya gəlmisən. Sənin də adını nə qoymuşuq? Portal kənar. Portal Kənan. Kimə minnətdarsan bura gəlməyə görə? Bu əmiyyət çünki o bizi Qarabağa apardı. Sonra Sonra kimə gəlmisən sən? kimə indi? Neçə gündə harda qalırsan? Kimdə qalırsan? Rəhlə xalada. Aha, aha. Deməli, bax Rahlə xala o hara köçəcək? O harda məskunlar? O Xan kəndi idi. Aha, hə. Kəndiyə köçəcəkdi. Aha. Köçəcək. Orada biz gələcəyik. Gələn ay Gəlib qonaq inşallah olacaq. ki, gələcəyik. Orada gələsən, hə? Orada. Denə. Denə gələcəm mən. İndi bax burdan Qarabağdan qayıdandan sonra Azərbaycan Bakıya qayıdandan sonra fikrində, planında nələr var? Fikrimdə planımda nə var? Sən demişdin ki, mən Türkiyə aparacaqsan, Türkiyəyə gedəcəm. Hə. Aha. Sonra Türkiyədən gələndən sonra ümumiyyətlə Qarabağdan gələndən sonra Tovuza getmək istəyirəm. Hı. Sonra Şəkiyə getmək istəyirəm. Hı. Sonra Türkiyəyə gedəcəm. Hı. Sonra Türkiyədə elə yerlərə gedəcəm. İstanbuldur, Ankaradır. Çox yerə gedəcəm. Yəni hamısı da ki, qəşəng yerdir. İndi bax tətildəsən, yay tətilindəsən. Bu tətil sənin yaddaşında necə qaldı? Yaddaşımda yaxşı qalacaq. Özünə İndi bu sən adı qoydular burada Portal Kənan. İndi sən dəyişib nə qoymaq istəyirsən adı? Qarabağlı Kənan. Qarabağlı. Hə. Sən elə de görüm sən adı nə qoydun? Mən Laçınlı Mürşid. Laçınlı Mürşid. Afərin. Yaxşı, ikinizə də bir sual verəcəm. İkinizə də eyni bir sual verəcəm. Ermənilər sizin üçün nədir? Kimdir? Nəçidir? Bizim üçün onlar belə pis adamdır. Onlar bizim üçün düşməndir. Onlar pis adam olurlar. Kənan, sən üçün? Mənim üçün kül qabıdır. Aha, niyə? Zibil qabıdır. Mənim üçün də itdir. İtdi. Hə, şeydir. Ermənilər niyə görə sizin gözünüzdə bu qədər pisdilər? Çünki onlar Qarabağı işğal eləmişdi. Aha, sonra? Sonra onlar bizim əvvəl yerimizdə qalmasına görə, amma yenə də ki belə edirdilər də. Aha. Uşaqları öldürürlər, böyükləri. Həm uşaqları öldürürdülər, qızları öldürürdülər, böyükləri əsir saldılar, öldürürdülər, uşaqları öldürürdülər. İndi bizim Azərbaycan artıq Qarabağı işğaldan təmizlədi. Ali başkomandanımızın indi məqsədi, fikri nədir bundan sonra? Ali komanda deyir ki, o təşəkkür edirik ona, bizi vətənimizi aldı. Aferin mənim balama. Sən?
O dedi ki, Zəngəzuru təkrar işğal eləyər. Yəni təkrar azad eləyəcək. Aha. Zəngəzuru. Aha. Sonra Bütün Sonra Azərbaycan gedəcək. Məsələn, məncə Ermənistanı işğal eləyəcək. Ermənistan işğal. ermənilərin damcı Şərəfsizlərin kökünü kəsmək lazımdır. Hə. Yaxşı bir dostunla qucaqlaşın, sağollaşaq. Dostunla qucaqlaşın. Afərin, afərin. olun. Sağ olun. Sağ olun. Siz də sağ olun.